Heh, indi gedirik. Kənan gəl. Alın, yaxşı. Eləyərəm. Aha. Bizə bu qədər şey elədiyiniz üçün çox sağ olun. Ben telefonla danışırdım başlayın. Hə, səssiz olanda, yox, telefonla danışanda səssiz olmaq lazımıymış. Bağışlayın. İndi hara gedəcəyik? Hə, elə ağzımızın dimiymiş. Siz olanda məndən olacaq. Bizə bu qədər rəhbərlik için çox sağ olun. Bir ev alaq. Bir dəqiqə. Bura sizin qalacağınız evdir. Hələ ki, narahat olmayın. Bura mənim evimdir, siz qalasınız. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Artıq amma yatmalıyıq. Çünki neçə saat, neçə gün keçirdik. Mən Bura nəysə. burada bir yataq. Hə. Asanları sizi bilin, buyurun. Bura sizin. Mənə verin. Çok sağ olun. Aşağıda havuz var. Komşuda. Komşuz mu? Nə? Pulsuz? Ben kapı içine çıkıyorum. Hava gözlüğüm eşyalarımı yerleştirdim. İsmail gözlüğüm eşyalarımı yerleştirdim. Çekil. Hə, düz deyir Kənan. Əşyalarımızı yerləşdirək. Mən buralara bir yerə qoyacağam. Şuna. Siyah qoydum, hə. Ben kapını açabilirsen kapını açabilirsen. Aha, gəldik. Ben kafaya yerleştirdim eşyaları. Mən yerləşdirmişəm özümkiləri oralardadır. Samlardan elimde eşya götürüp çıkarım. Hı. Götür ay gaza. Ben duş alıyorum. Nəysə, mən duş almağa gedirəm. Aşağıda su var demişdiniz. Nerede? Yarışmanda. Ayda ben eli gel Çınar duş almak kim bilirler. Ben şimdi burada televizyona bakıyorum. Bir dəqiqə. Şurada bir hamam var. İstiyorsanız orada sırabilirsiniz. Bir dəqiqə, mən paltar dəyişib gəlirəm. Hə, paltarlarımızı dəyişdik. Nəysə, mən çıxıram şey eləməyə. Sana yemekler getirdim abi. Salam. Mən şey eləyəndən sonra, çiməndən sonra mən yeyəcəm. Lobbit. Oh, şalı, çimmək. Ben burada su çıkıyorum ya bakmayın. O, çimmək. Of. Ben burada elimi geçtim. Bana bakmayın su çıkıyorum. Yaxşı da Kənan. Oyda, Allah, yüzmək. Of. Ben değiştim. Duş aldım geldim. Fatih Senta. Oh, Allah. İndi biraz günəşlənirəm. Mən biraz günəşlənirəm. Çimdim elədim. Birazcık televizyon izliyorum. Ekstra pul ödeyebilirsiniz istiyorsanız. Hediye olarak bir şey bileceğim size. Nəysə, istəyirsə yaxşı. Ben yiyemem. Nəysə, yemək yeyək bir də. Ali, bu tavuk. Ali. Yok, bir de tutmam var. Rəhbərlə danışacaq dedin, arıq. Mama. Hə, gəldim. Nəysə. Hardasınız? Kenan Bey, her şeyden bizi baş başa bırakarsınız. Bir de Ali. Olan kimin devamı? Yok. Ne farkı var ona siz merak İkimize de değil de. Her şeyden bir de rehberle daha baş başa bırakın. Zorunluluk çıkartmayın. Siz oturun orada. Oturdum. Yarıydı sen geri gidelim. Siz neydi? Katil amaçlı gelmişsiniz. Cinayet söylesin. Katil üçün. Eşitliğime göre. Katili öldürmək üçün, bəli. Her şeyden polisiniz yaşayanlar ha.
Rahat ol. Bıcı. Nasıl olsun? Ondan bilmiyorum. Ay düşmeler. Ne siz? Ay tamam. Bıcı. Siz bu katili arayanda devlette icazə almalısınız. FBI'lik sizin öz ölkənizdir. Sizin öz ölkədə ruhsatınız varsa özde eləyə bilərsiniz. Bizim ölkədə ruhsat kullandı. Xahiş edirəm. 10.000 dolar ödəyərək ruhsat ala bilərsiniz. Əksi takdirdə bu sözləşmədə yazılan kimi dövlət sizi qovacaqdır. Neçə saata? Buyurun bu imza vərəqini oxuyun. Neçə dəqiqə, neçə saata, neçə günə? Ben bir dəqiqə götürüm bunu. Yolla. Baxın indi. Düz Kankama. Canan Bey, xahiş edirəm, bax. Oteldə sizi qovma haqqım var ama insan olduğum için qovmuram. Bunları yığışdırıb Ay müəllim, Gəldim. Baxın indi. Ruhsatı almaq üçün pul ödəyəcəksiniz. Buyurun. İmza vərəqi. İmzalayın. Müəllim, xahiş edirəm, sən bizim hamımıza danışdırmaq dəlidir də. Buyurun, siz imzalayın bunu. Verin. Buyurun. İmzalayıram bir dəqiqə. İmzaladım. Canan Bey, bir daha belə şey eləsəniz, bu deyil sizi qovacam. Bəs bir dənə şey soruşacağım. Bəs neçə saata? Bəs neçə saata qoyulacaq? Bir dəqiqə. Bəs neçə saata qoyulacaq? Bir ay vaxtınız var, müddət. Və kreditli ödəyəcəksiniz. Bir işə girməliyik. Sizin pulunuz hələ ki azdır. Çünki Pul ödəmişik. Yolculukda bir çox pul ödəmişsiniz. Bəli. Saxla da videonu. Gəlin evə uşaqlar. Hamınız uşaqlar evə gəlin. Uşaqlar hamınız 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 evə gəlin. Kənan sən də. İmamın ödülünə xilas eləmişdim. Nəysə gəlin. Gəlin evə, sizə danışacaqlarım var. Oturun. Yaxşı Kənan gəl. Belə ay Kənan, belə xoş, yaxşı danışsan danışmağına. 10.000 bu aksi takdirdə 10.000 pul ödəməliyik. Hə. Bıcı. Onda hamımız Bir işə girişək. Hər həftə Bəli. Mən getdim iş yapdım. Sağ olun. Mən iş tapmağa gedirəm. Bir dəqiqə dayanın. Hana gedirsiniz? İş tapmağa. İş axtarmağa. İş axtarmaq? Bəli. Bilirəm, burada turistsiniz. Hər ki bu ölkənin qaydalarını bilmirsiniz. Burada bir dəqiqə. İş axtarmaq asad deyil. Nə? Nə Onu var deyə ki? bilərəm ki, dövlətdə icazə alaraq işləyə bilərsiniz. Yoxsa və yaxud da ki, şəxsiyyət, burada bir şəxsiyyət, bir vətəndaş olmalısınız. Mən burada söyləyəm. Bir dəqiqə, bu polislə işləyə bilər. Çünki burada əvvəllər gəlirdi buralara. Onda dövlət hardadır? Dövlət qurumu hardadır bəs? Sabah gələcəyəm. Rahat olun. Hər ki yatın gecədir. Saat 6-dır. Sabah Rahat olun. saat 9-da gələrsən. Gözdə biraz vaxtından gəzməliyəm. Bir ay müddətiniz var. Sakın sən şeylərə tutmayın. Hər yer kamerasındır. Bu ölkü sizin ölkəniz deyil. Biraz dincələk, ondan sonra durarıq, işimizə baxarıq. Gəldim.
Ayda indi getməliyik, iş axtarmalıyıq. Saat 8-dir. Yerimi yapsa. Ben sabah pizzada işledim. Sabah indi hələ olmayıb. Korkuttum ben. Ben sabah pizzada işleyeceğim diye pizza yerini aktardım. Uşaqlar, siz biraz yatın. Mən gələcəm indi. Yəni danışın. Ben de akıl görüşüyorum. Sınav harap edin sen sınav. Gələcəm indi dayanın. Gelmek lazım değil yanında gelin. Yox, lazım deyil. Ben de biraz pizza yerimi kapayım. Siz sabah pizzada işledim. Ben sattım pizza yerini. Harda sat? Otelimizin yanına gel. Orası burgerci, ben pizza yerini istiyorum. Of, neyniyəcəm mən belə. Uşaqlarla gəlmişik. Hələ İsmail yaxşı ki polisdir. Yoxsa belə olmayacaqdı. Bura deyən şeyin yeridir. Of, burada deyən. Oyda, uzun münası var. Neyse, biz buradan biraz yürüyək. Ayda, görən neyniyəcəm Çanancılı. Hemen biraz şuluqdur. Of. Neyse, evə gedim. Uşaqlar narahat olmasınlar. Polisdə işləyim. Ya da indi getməyim. Yoxsa deyəcəklər ki, neynədin, nağardın, həm iş axtarım, işdəyim, neynim, iş baxım, iş düşünüm. Görən bir iş neçə olar. Həkimlik işləyə bilərəm məncə. Çünki mən əvvəllər həkimlik işləmişəm. Kənanla işləyərik, gəlmiş, keçmişə yaradarıq. Hər 10 gün, yox 10 gün yox. Hər 10 gün deyək ki, 10 gün deyək. Belə. Hər 10 gün deyək ki, hardasa 3500 deyək. 3500 desək, hardansa 7000 də 3500 olsa maaşım əla olar. Maaşım deyəndə günlük deyən 10 hətta 10 gündən bir maaş 2500 olsa, 3500 olsa əla olar. Neysə, evə gedim. Bir şey deməzlər inşallah. Bu çeşitli istəyirsən sən laf etsin. Haz bir yerde gidək belediyenin yanına, bir yerde deyək də sıra. Bu video dışı deməyi düşünürdün, yoxsa video içi? Gəlin ben. Gəldim. Neysə. Ta getməliyəm mən, saat 5-dir. Uşaqlar, hamınız gəlin, gedək. Neysə, gəlin. Səhər də olubdur. İsmail yoxdur, çölə çıxmış olar. Onu da gəlin, götürək. Ay, bununla getməyək, gəlin. Neysə, gəlin bu maşından gedək. Üstü açıq. Sən nə yaxşı buradasan? Sən axtarırdıq elə duraq. Deyəm, belediyə binası bura olmalıdır, səhv eləmirəmsə. Elə demişdi. Hə, buradır. Gəlin. Tık, deyəm, bir dəqiqə. Aha, burada. Tık. Aha, buradadır. Salam. Adı neydi?
Biz bura bir də adam bizi yönləndirdi, hər şey dedi bizə. Dedi ki, başqa-başqa işlərdə işləyəsiniz, amma maaşınız yüksək olacaq. Amma bir ayda olacaq. Bir aydan bir. Mənə elə dedilər. Bir ay müddətiniz var dedi. Yoxsa dövlət sizi qovacaq bu məktəb deyirəm. Bu ölkədən. Dedim ki, hə yaxşı, biz də iş tapaq onda. Dedi ki, ona görə dövlətə getməlisiniz. Mən də dedim ki, yaxşı onda gedək. Nəysə. Polis olan var, İsmail. Bəli. Ruhsat olaraq sizə verə bilərəm. Hə, olar, lap yaxşı. Buyurun. Mənim adım Tunar, bu kəlin adı Kənan, İsmail, polis olan, qara geyim, qırmızı geyimli, qara qırmızı, tünd qırmızı geyimli, o da Əli. Yaxşı, buyurun. Polislər ruhsatınız, yəni İsmail bəy. Çox sağ olun, çox sağ olun. Həm də ki, bir şey əlavə eləmək istəyirəm. Biz burada seri katili tutmaq üçün gəlmişik. Onun üçün içində transfıldır. Az çox maaş verə bilərsiniz. 2500 kimi. Burger King'de işləyəsinizsə, siz götürməlisiniz özünüzə. Mən Burger King'de istəməyəcəm. Mən də. Biz Burger King ayda 600 dolar maaş almışsınız. Polis ver. Siz ise ayda 1000 maaş, 1000 dolar maaş alıyorsunuz. Polis içinde. Siz ne istediniz? Mən həkim istəyirdim. Kim? Hə, mən həkim. Ben de elə. Siz maaş alın. Nə? 1200? Azıymış ki. Çox olan maaş nədir bəs? Siz dostlar normal diş veya Cərrah, bir də baş həkimi. Cərrah həkimi, amma baş həkimi. Cərrah həkim. 2000 dolar maaş 2000. Cərrah olar. Əli ilə biz 4000. Kənan sən maaşın Bir cərrah ola bilər. Bir cərrah. bir cərrah. Cərrah bir dənədir. Mən də cərraham. Siz baş həkim ola bilərsiniz. Eğer bilginiz varsa, savaşçısınızsa. Bilgimiz var. Ben başka ülkede baş həkim olarak almışam da yani. 2100 maaş sizdədir. İlk olarak size bir dəqiqə İlk olarak size bu qarazi 100 dolar maaş. 100 min? 1000 dolar. 1000 dolar, hə. Mənə də verə bilərsiniz. Çok sağ olun. Sağ olun. İnşallah mən sizi çöldə gözləyirəm. Hə, işimiz onsuz da qabaqdadır. Tamam.